yaxadan olan texnik zaxla. Əgər yaxamızdan hücum edirlərsə, nə edirlər? Ən çox istifadə olunan texnikalardan biridir və ən çox bu istifadə normalda insanlar düşür. Yaxadan zaxla gəlirsə, mən yerimdə dayanmam. Çünki üzərimə hücumla gəlirsə, məni parazitdən çıxarda bilər. Gəlir üzərimə doğru və çıxardır məni parazitdən. Ona görə mən ayağımı atmalıyım arkaya. Gəlir üstümə, ayağımı atmalıyım arkaya. Zaxlardır. Sadece düz xətdən atmıyorum. Yəni düz xətdən atsam, yenə də önəcək və dərbənin olur, davam edir öz sürətini. Ona görə 45 dərəcə ayağım kənara doğru çıxmalıdır. Daha sonra 2 və 3. Buradan aşağı kontrol. Ben buradan o kontrol vəziyyətini saxlayıram və bu vəziyyətlə rəqib mənə heç eləyə. Əlini boş tutsam, əlbəttə ki, məni vura bilər. Aşağıdan da vura bilər. Və bir sıra tekrar işləyir. Amma ağlını verirsə, o artıq işləyir. Vur. Artıq vursa belə, gəlsin bir gücü olur. Çünki beyni ona məlumat verir, bu olursunlarsa hərəkət edir. Və bundan başqa biz burada bu vəziyyəti saxlanan sonra bu formada biz kontrolda tuta bilərik, buradan keçib yaxasından da çəkə bilərik və s. texnikalar işləyə bilərik. Göstərə bu istiqamətlər. Yəni 1, 2, ayaqdala, zərbə özür. Zərbə ona görə vurursun, ikili yəni. Çünki mən zərbə vurmasam, sadəcə olaraq dağılıb ona bilirsən. Mən buna bilməsin, iki yəni durmalıyam, o da gəlir. Zərbə daha sonra fırlat. Bax, burada da beyin var. Bizim idmanda xüsusən beyin lazım. Mən bu biləyi bu dərəcədə yox. Bu dərəcəyə fırlatsam, heç bir mənası olmuyor. Texnikam olmayacaq. Biləyi bura yox. Belə eləsəm, bilək olmalıdır, amma yuxarı bu formada. Buradan da aşağıya doğru və kontrol. Yaxşı. Kim istəyirsə öyrədə bilərim. Gəl.